بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين. لا سيما بقية الله في الأرضين روح وأرواح العالمين لمقدم ترابه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد. اللهم وفقنا لما تحب وترضى. Bugün Allah'ın lütfüyle inşallah ahkamın 47. dərsində bəhsimiz yenə də məscidin hökmləri davamıdır. Məscidin hökmlərinə gəldikdə, məsciddə olan hər bir şey, istir möhrü olsun, istir xalçası olsun, istir pərdəsi olsun, istir hər bir şey ki, məscidə vəqf olub, kiçik olsun, ya böyük olsun, kiçik istəkanı olsun, nəlfəkəsi olsun, bir dənə qəndi olsun, çay dənəsi olsun, fərq eləmir. Yəni, o şey ki, məscidə vəqf olub və məsciddə işlənmək üçün vəqf olubsa, bu cür şeyləri məsciddən kənara çıxartmaq olmaz, hər hansı bir adlanda olursa olsun. Məsələn, bəzi vaxtda bir də görürsən ki, filan yerdə biz məclis keçirdik, məscidin xalçaları ki, vəqf olub, bilirlər vəqfdir, getirin, Allah böyük Allahdır, biz dinə görə bir şeylər edirik də və aparırlar. Ya, məsələn, möhür, namaz qılınacaqdır, burada nə olunacaq, bu ilə bir şey, oyun oynamayacaqlar ki, adı getirin, vəqfdir də. Və bu məsələlər çox mühüm məsələlərdəndir. Heç kəsin haqqı yoxdur. Məscidə vəqf olan şeyləri məsciddən çıxarsınlar. Hətta onlarda edilən ibadətlər bayırda batil hökmündədir. Və məsələn, möhürü ilə namaz qılınsı, bilirlər ki, o məscidin möhürüdür, oradan çıxarılıb namaz batil hökmündədir. Əgər bir şərtlə bunun vəlisi, məscidin vəlisi, məsələn, məscidə təzə xalçalar vəqf olub, təzə bu köhnə xalçadan da istifadə olunmur və boş qalsa da ortada xərab olub, məhv olub gedəcək. Müəyyən məsləhətlərlə başqa bir məscidlərə bunları verə bilərlər. Müəyyən məsləhəti görə orada heç yoxdur. Məlum, ona görə. Ya, məsələn, və bunun kimi hər bir şey ki, bu dəqiqə gəlir və o yerdə qalandan əslən istifadə olunmur və boş yerə qalıb istifadəsiz halda xarab olur. O halda başqa bir məscidə onu köçürürlər ki, o məsciddə də yox idi və ona görə istifadə olunsun. Fəqət bu şərtlə. Başqa şərtlərdə heç bir şeyin bayra çıxartmaq heç kəsin haqqı yoxdur. Hətta bunların məscidindəki əşyalar ki, vəqf olub, onların alış-satışı ki, haramdır heç və əslində alış və satışı da batildir. Həm haram iş görürlər, həm əslən o ticarət baş tutmur. Yəni, o kim ki onu alsa, qayıdır. Amma məsələn, müəyyən şərtlərlə ki, bu artıq qalıb xarab olur və öz-özünə gedir. Amma bunu, məsələn, satılsa, çünki bundan istifadə olunmur, satılsa, məscidin, məsələn, xeyri işlərində və məscidə lazım olan işlərdə bunun pulu sərf olunacaq. Bu şərtlə ki, istifadə olunmur, istifadəyə yararsızdır bu dəqiqə və satılsa bu pula gedəcək və o pulda məscidin işlərinə sərf olunacaq. Bu şərtlər daxilində fəqət icazəlidir. Bundan başqa heç bir şərtlə bu icazəlidir və alqı-satqı da olsa bu batildir və o alan onu qaytarmalıdır məscidə. İndi məscidin dəstəmazxanasından istifadə eləməyin hökmünə gəldikdirsə, ilk hökm budur ki, insan ta nə qədər bilmir ki,
o məscidin dəstəmazxanası, təharətxanası ümumi hamı üçün istifadəyə icazəlidir ya yox? Əgər o məsciddə namaz qılmayacaqsa, yolu oradan keçirsə, o məscidin dəstəmazxanasından dəstəmaz ala bilməz, təharətxanasından istifadə eləyə bilməz. Amma başqa bir, məsələn, birindən soruşmaqla, ya bir nəfəri gördü ki, oraya getdi, bildi ki, məsələn, adamdır, məsələn, orada namaz qılmadı, mömin adam idi, məhəllə adamlarından dedi, o məsciddə dəstəmaz aldı, gördü, çıxdı, getdi, təzədən, məsələn, yanında tükanı var, məscidin yanında getdi, tükanda oturdu, məsələn, malını satmağa, al-verdi eləməyə. Və adam da, məsələn, mömin adamdır. Buradan yəqinət satsa ki, onda bu ümumi istifadə üçün, nə ki, fəqət məscidin əhli və məsciddən istifadə edənlər üçün. Məsələn, çünki bu da vəqflər olur ki, bu dəstəmazxanadan fəqət bu məsciddə namaz qılanlara vəqf olunur. Bu məsciddən istifadə edənlərə vəqf olunur. Nə ki, yoldan keçən gəlsin, istifadə edib geçsin. Hər kəs hətta o cür dəstəmaz alsa, dəstəmazı bağlıcılıq hökmdədir. Bir də ki, namaz qılmaq məsciddə müstəhəbdir. Çox savabı var. Hələ tək namazın. Qalsın ki, bir namaz cəmaat halında qılar. Hətta cəmaat namazı adi məsciddə yox, adi evdə 10 nəfərə çatanda deyirlər, rivayətimiz var ki, nədir? Onun savabını mələklər hətta yazıb bitirə bilmirlər. 10 nəfərə çatsa, 10 və ondan çox oldu da yazılmaq olmur. Fəqət onun savabının miqdarını Allah bilir. Yəni, bu qədər. Və xüsusən cavanlar bu fürsətlərdən istifadə edin. Hamımızın, 14 nəfər olub, hamımızın özümüzə görə səhvlərimiz, xətalarımız, Allah göstərməsin, günahlarımız olub, onları qiyamət günü bağışlatmaq üçün əlimizdə əməllərimiz olmalıdır. 10 nəfər bir dənə cavan namazı təşkil eləsə ki, savabı yazmaq olmursa, yəni məlum dövratı, fəqət Allahın əlində o qədər çoxdur. O qədər xətalı əməllərimizi, əvəzini ödəyəcək əməl, ona bir dənə cəmaat namazı. Hətta lazımdır ki, məscid olsun. Bir dənə evdə, bir dənə Hüseyniyyə və ilə axır bir yerdə bir məscid olsa ki, laf əvvəl. İndi bu 10 nəfər gəlib məsciddə bir dənə namaz qılsa, ya əvvəl-fəz. İndi təkdə nə qədərdirsə, həmin onun o qədəri qədər artırılır. Hətta xüsusən fətva var məracələrdən ki, buyururlar ki, bir nəfər məscidin qonşusudursa, məscidin qonşusu məsciddə namaz qılmasa, hər bir şəraiti imkanı ola, evdə namaz qılması onun nədir? Məkruh deyil, savabı, yəni az deyil. Ona görə təşviq olunub həmişə bizim dinimizdə ki, məscidlərə gedilsin, məscidlərdə namaz qılınsın, çünki məscidlər ibadət yeridir. O ki, rivayətlərdə gəlir, mən indi o bəzi məscidlərdə namazların savabı, təkcəli furadə namazın savabı. Məsələn, bir nəfər gedib Məscidül Haramda, məsələn, sübh namazı, 2 rükət sübh namazını qıldı Məscidül Haram, Məkkə şəhərində, o məsciddir ki, onun ortasında Kəbə yerləşir, yəni bizim qibləmiz. Orada bir dənə namaz olur, bir dənə sübh namazı məsələn gedib qılmışsan, bərabərdir 1 milyon sübh namazına, 1 milyon. Bir dənə sübh namazı qılmışsan, elə bir 1 milyon sübh namazı. İndi onu cəmaatla qılasan orada, xoşhalı var. O cəmaat 10 nəfər ola, 12 nəfər ola, 14 nəfər ola, 100 nəfər ola, ya bərfəz. Məscid-ül Nəbi. Məscid-ül Nəbi həmin Mədinə şəhərində olan İslam Peyğəmbərinin adını olan məscid ki, İslam Peyğəmbərinin həm evi oradaydı, həm öz evində orada dəfn olunub və orada da qəbri var. Onlar ki, bəzi o zındıqlar ki, iddia edirlər ki, qəbirlərin üstündə türbə tikilməsin, ziyarətgah tikilməsin, məscid tikilməsin, haram, şirk, məndən nə, bir onların bir nəfə qulağından tutsun, zındığın biri zındıq.
və sənin xəlifənin qəbri Məscid-i Nəbidədir. Və ona nə deyirsən? O şirkdir, tovhiddir. Tərəfdə olanda, bir Allahın salih bəndəsi olanda, məsciddə məsələn, onun qəbrinin yanında məscid tikəndə, onun ziyarətgah olanda şirk olur. O şirk olmur, bu şirk olur. Şirksizsə, orada 2 dənə xəlifin var, ikisini yolla oradan çıxart. Hara aparırsan, neymişsən, özün bilərsən daha. Məscid-i Nəbidə həmin Peyğəmbər Əkrəmin mübarək qəbri şərifi var. Fəqət o məsciddə hər kəs, məsələn, zöhr namazını qıldı bir nəfər, dürrükə zöhr namazı qılıb. Buyururlar ki, indi bir nəfərdə dürrükət, inşallah müsafir məhsində deyəcək ki, 4 yerdə insan ixtiyar sahibidir namazda həm tam qılsın, həm qəsr qılsın. Onlardan biri də həmin Məscid-i Nəbidir. Orada 4 rükət də qıla bilərsən, 2 rükət də qıla bilərsən. İndi birdən 4 rükət qıldın. Lavə bir müsafir hökmündə olur, 2 rükət qıl, sən onu seç. 2 rükət zöhr namazını ki qılmısan, bərabərdir 10.000 zöhr namazına. Elə bir 10.000 dənə zöhr namazı qılmısan məsciddə. Özü rivayətlərdə nə gəlir? Qəbul olunmuş namazın savabını verirlər. Məscid-i Kufə. Kərbəlayı ziyarətə gələndə Kufə məscidi var ki, Həzrət Əmir əleyhissalam orada şəhid ediblər, görmürsünüz. Orada hər kəs bir dənə namaz qıla, bircə dənə namaz qıla, bərabərdir 1000. Həmin 1000 qatın savabını verirlər. Elə bir dənə məğrib, 3 rükətdə məğrib namazı qılmısan, 1000 dənə elə bil məğrib namazı qılmısan orada. Onun savabını verirlər. Məscid-ül Əqsa. Məscid-ül Əqsa, yəni Fələstindəki məsciddir ki, indi o məscid, Məscid-ül Əqsa, biz müsəlmanların Kəbədən əvvəl ilk qibləmiz olur. Hər kəs o məsciddə namaz qılsa, 100 namazın savabı verilir. Şəhərlərdə, ya kəndlərdə bir dənə cami məscidi olur. Etiqaf bəhsində inşallah buna toxunacaq bizi. Yəni, etikaf zad eləyəndə adam gələk geçsin orada qılsın. Cümə namazı olanda, bayram namazları olanda gedib orada qılınsın da məhəllə məscidlərində, zadda qılınmasın, bazar məscidində. Bu cami məscid budur ki, həmin məntəqənin insanların əksəriyyəti ora cəm olurlar. Yəni, ona görə də məscid-i cami. Hər kəs məscid-i camidə namaz qılsa nədir? Bir namazına 100 namazın savabı verilir. Məhəllə məscidi, məsələn, bizim məhəlləmizdə bir dənə məscid var, 50 nəfərlik, 100 nəfərlik. Orada hər kəs bir dənə namaz qılsa, furada namazdan, tek namazdan, buyurur, hədislərdə 25 namazın savabı var. Bazar məscidində, bazar adamları həm dünyada udurlar, axirət məsələsində elə də çox udmurlar. Bu yetimlərin bazar məscidində qılınan namaz ən az savaba malikdir. Çünki bazar şeytanın girib çıxdığı yerdir. O, düzdür. Bu demək deyil ki, məsələn, ticarət və bizim əksər ibadətlərimiz maddiyyətlə olunan xumuz, zəkatdır, həcdir, başqalarına əl tutmaqdır, sədəqə vermək ilə axır, onda işim yox. Və halal pulunuzu qazanmaq özü ibadətdir. Bu hədə rivayətlərimizdə var ki, ibadət 10-dursa 9-u halal ruzu qazanmaqdır. İbadət 10-dursa. Hər kəs bu yolda ailəsinə halal ruzu qazanmaq üçün bayra çıxar, əgər ölüm onu orada qarşılasa, onun rastına gəlsin, yəni ölsə, şəhid savabını Allah verər ona. Yəni, bu qədər bizdə ticarət, halal ruzu qazanmaq bu qədər mühümdür İslamda. Amma orada kələk, orada hilə, oyunbazdır, şeytan oranı heç vaxt boş bıraxmaz. Oranın məscidində qılınan namaz, yenə də adi evdə qılınan namazlardan qat-qat yaxşıdır. 12 namazın savabı verilir. Ən az odur.
İndi yaxşı, xanımlara gəldikdə, xanımlar yaxşıdır ki, namazların evlərində qılsınlar. Xanımlar yaxşıdır, namazların evində qılsınlar. Amma əgər məscidə getməklə fitnəyə, günaha düşmək, naməhrəm bunları görməyəcəksən, indiki xüsusən bizim məscidlərdə ara kəsmələr olur, bu şey. Bu halda məsciddə namaz qılması əfsəldir. Əgər naməhrəm görməyəcək, naməhrəmlə münasibət olmayacaq orada, səsini məsələn ibadət vaxtı naməhrəm bu cürə eşitməyəcəksə, onda bu şəxsin, xanımın məsciddə namaz qılması əfsəldir. Və illa evində namaz qılması əfsəldir, daha yaxşıdır. Müstəhəbdir, bir məscidə daxil olanda müxtəlif yerlərində namaz qılsın. Bugün məsələn birinci səhvin sağ tərəfindəsən, sağı sol tərəfində, bugün ortasındasan, sağı məsələn o biri tərəfində, ikinci səhvdə üz, ilə axır. Yəni hər yerində namaz qılınsın. Və hətta müstəhəbdir müxtəlif məscidlərdə, müxtəlif məscidlərin də məkanlarında namaz qılınsın. Niyə? Hədisimiz var ki, bu cür namaz qılın ki, sizi qiyamət günü çox yer şəhadət versin sizi, Allaha ibadət etməyinizi. Məscidi tətil eləmək bəyənilmir İslamda. Yəni, məscid qapısı bağlansın və İslamda bəyənilmir. Həmin məscidin qonşuları bu haqda cavabdehdirlər qiyamətdə. Və bu məscidin, məsələn, üməna heyəti buna cavabdehdir. Qonşular xüsusilə bunun bağlanmasında cavabdehlik daşıyırlar. Bu hal bəyənilmir. Amma müstəhəbdir, elə qapısı bağlı olan məsciddə heç kəs ki, orada gedib qılmaz namaz, sən dur, gid namazları orada qıl. Bu qat-qat, hətta müstəhəbdir, hətta başqa yerləri mümkündür, cəmaat namazlarının bəzilərindən. Hətta İmam Sadıq əleyhissalamla rivayətimiz var ki, buyurur İmam Sadığa ki, 3 dənə şey qiyamətdə şikayət edəcək. Birinci şikayət edən şey tərk olunmuş məsciddir. O məscid ki, qapısı bağlıdır, insanlardan şikayət edəcək. İkinci, alim ki, cahillər arasında qalır. Yəni, olur da, məsələn, görürsən, alim gəlib oxuyur, məsələn, insanları hidayət eləmək üçün gəlirlər, mənasız onu suallar verirlər. Dərdə deyməyən. Məsələn, Həzrət Əmir əleyhissalamın zamanında. Həzrət Əmir əleyhissalam minbərə çıxır, buyurur, ağa ki, sizlər mənlər hər nə istəyirsiniz, sual edin, nə qədər məni itirməmsiz, səlunun, qəblə ən təfqiduni. Məni nə qədər itirməmsiz, məndən sual edin. Göylərdəkiləri, yerdəkilərdən qab yaxçı bilirəm. Hər nə istəsən, yerdən göydə mənə sual verin. İndi həmin vaxtsız fikirləşin, Həzrət Əliyə nə sual verirlər? Biri durur ayağa. Ya Əlican, özdə yalandan deyir, bu ya Əlicanı. Ya Əli, mənim başımda neçə dənə tüküm var. Sonra bizlərə deyirlər ki, əgər imamlar məsum idi, əgər imamlar hər şey bilirdi, müsəlmanlar niyə inkişaf eləmədilər? Müsəlman budur. Müsəlman bu olur. Bu imamlarımız, peyğəmbərimiz gəliblər, bu cür cəmiyyətdən Əbazər kimisini düzəldiblər. Bu cür cəmiyyətdən Cabir ibn Həyyanı düzəldiblər. Bu cür cəmiyyətdən Hişamı düzəldiblər. Bu cür cəmiyyətdən gəliblər Zürarəni düzəldiblər. Əbu Zəri, Miqdadi, Əmmar Yasiri bu cür cəmiyyətdən. Ona görə cəmiyyət o çox aşağı səviyyəlidir. Həzrət Əmir baxır buna. Deyir ki, mən sizdən nə deyirəm ki, gəlib bütün elm məndə də öyrənin, bu mənə nə sual verir? Deyir, onu qəşən cavab verir. Deyir, birincisi budur ki, sənin sualın mənasızdır. Buna görə ki, mən sənə desəm, hətta dəqiq sayın, sən dəqiq sayın desən, sən onu sayı bilməyəcəksən.
Sən öz qüdrətin yoxdur onu saymağa. Amma sənə bunu deyirəm ki, oğlundan müğayyət ol ki, oğlumun qatili olacaq Kərbəlada. Bu cür insanlar, belə, aləmlər şikayət edir. İndi də elədir ya, məsələn, olur bir də görsən, zəvvallar gəlirlər, müştehidlərlə görüşürlər. Böyük, ağır şəxsiyyətdir. Mərcə, müştehid elə billə adamdır. Gəlir ona mənasız sual verir. Adam da xəcalət çəkir, tərk edir ondan. Bu qədər neçə min kilometr yolu gəlmirsə, bu gic-gicə bir sualı vermək gəlir. Buyurur, alimdən şikayət edəcəklər ki, mən içəriləndə məndən bir şey öyrənmədilər. Üçüncü, tərk olunmuş Qur'an. Qur'an ki, evdə oxunmaz. Qur'an ki, onu toz basar, o Qur'an şikayət edəcək. Mən evdə idim, məndən istifadə eləmirdim. Şimdi bu da sonuncu bəhsimiz bundan ibarətdir. Müstəhəbdir, məscidə hər kəsi getdi, iki rükət təhiyyət namazı qılsın. İki rükət təhiyyət, yəni salam vermək, Allaha salam verir. Allahın beytidir, evidir, girir bura. Orada Bismillah, Allahın müqəddəs məkanlarındandır. Orada Allaha salam, Allaha ibadət eləməklə salam vermək, təhiyyət. Əgər iki rükətlə başqa, məsələn, sübh namazı qılacaq gördə, ya zöhr namazı qılacaq, ya mənim başqa nafilə namazı, başqa müstəhəb namazı qılacaqsə, kifayət eləyər o namazlar bu təhiyyət namazını yerdə. Amma nurun hələ nur olar o vaxt ki, həm onlara qılasan, həm təhiyyəti. Müstəbdir məscidə girən ki, ilk dəfə iki rükət, adı sübh namazı kimi təhiyyət namazı qılar. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammed və əhl-i beytə.